Salam, hər vaxtınız xeyir. 11-ci sinif üçün olan güvən sınavının izahı ilə davam edirik. Suda 65 kq kütləli cismin sudakı çəkisi 20 Newtondur. Bu cismi sıxışdırıb çıxardığı suyun çəkisini Newton ilə hesablayın. Biz bilirik ki, cismin sıxışdırıb çıxartdığı ilə mayenin çəkisi Arximed qüvvəsinə bərabər olur. Və həmçinin cismin mayedəki və ya qazdakı və ya sudakı çəkisi vakuumdakı çəkisindən Arximed qüvvəsi qədər az olur. Buna əsasən biz buradan F Arximed tapsaq olacaqdır. M cisim J çıxılsın P suya. O da bərabərdir. Cismin kütləsini verib 5, vurulsun J'miz 10, çıxılsın 20. 50-dən də 20-sini çıxanda eləyəcək 30 Newton. 55-ci sual. Təzyiqi 40 kPa, həcmi 4 desimetrin kubu olan ideal qaz izobar genişlənir. Prosesin sonunda qazın həcmi 10 desimetr kub olarsa, bu proses zamanı qazın gördüyü işi joule ilə hesablayın. Gəlin ilk olaraq biz vahidləri çevirək. Deməli, təzyiq veribdir 40 kPa, o da bərabərdir 40 vurulsun 10 üstü 3 Paskala və birimiz bizdə bərabərdir 4 desimetrin kubuna, o da bərabərdir 4 vurulsun 10 üstü mənfi 3 metrin kubuna. V2'ni veribdir bizə 10 desimetrin kubu, o da bərabərdir 10 vurulsun 10 üstü mənfi 3 metrin kubuna. Artıq biz buradan qazın gördüyü işi, yəni H-i tapa bilərik. H bərabərdir P delta V'dir. Bu da bərabərdir. Təzyiqimiz oldu 40 vurulsun 10 üstü 3-ə. O da bərabərdir vurulsun. Həcm dəyişməmiz hər ikisində 10 üstü mənfi 3 olduğundan onu mötərizə xaricinə çıxarda bilərik. 10 üstü mənfi 3 vurulsun 10 çıxılsın 4-ə. Bu da bərabərdir. 10 üstü müsbət üstü mənfi 3 bir-birini aparır. Qalır 40 vurulsun ondan da 4-ünü çıxanda 6. O da bərabərdir 240 joule. 56. Hansı qrafiklər verilmiş kütləli ideal qaz üzərində gedən izotermik prosesə uyğundur? Deməli, izotermik prosesdə ya temperatur olan xətti kəsməlidir, ya da PV qrafikdə isə P ilə V bir-birindən tərs asılı olmalıdır. Ona görə cavab 2 və 6 olacaqdır. Bu da PV bərabərdir T konstant düsturundan gəlir. Yəni, əgər biz izotermik proses istəyirsə, ya temperatur sabit olmalıdır, yəni kəsməlidir, ya da temperatur sabitsə PV ilə tərs mütənasib asılıdır. Yəni, buradan biz, məsəl üçün, P-ni tapsaq, P bərabərdir T konstant bölünsün V-yə. P ilə V tərs mütənasib asılı olmalıdır. 57-ci sualda bizdən uyğunluğu istəyir. Verilmiş kütləli ideal qazın təzyiqinin qaz molekulların konsentrasiyasının asılılıq diaqramına əsasən. Deməli, gəlin ilk olaraq biz birinci, yəni KL hissəsinə baxaq, KL hissəsinə. KL hissəsində biz görürük ki, təzyiq konsentrasiyadan düz mütənasib asılıdır. P bərabərdir N KT düsturuna əsasən təzyiq konsentrasiyadan o zaman düz mütənasib asılı olur ki, temperatur sabit olsun. Deməli, KL hissəsində bu izotermik prosesdir. İzotermik prosesdə biz bilirik ki, daxili enerji dəyişmir. Deməli, birinci hissəyə olur C. Sonra keçirik ikinci hissəyə, yəni M hissəsində. L hissəsində görürük ki, burada konsentrasiya sabitdir. Konsentrasiya sabitdir və təzyiq azalır. Deməli, bu hansı prosesdir? İzoxor prosesdir. Çünki konsentrasiya sabitdir. M bərabərdir M bölünsün V-yə əsasən. Əgər konsentrasiya sabitdirsə, deməli, həcm də sabit. Ona görə bu proses olur izoxor proses və izoxor burada təzyiq azalırsa, deməli, temperatur da azalır. O zaman olur izoxor soyuma. İzoxor soyuma olduğundan burada izoxor proses isə və soyuma olduğundan deməli daxili enerjimiz azalır B. İzoxor prosesdə də qazın gördüyü işdə sıfıra bərabərdir olur B-yə. Keçirik sonra MK hissəsinə. MK hissəsində baxın buradan görürük ki, artıq P sabit, yəni bu izobar prosesdir və yenə buradan konsentrasiya azalırsa, deməli həcm artır. Həcm artırsa bu düstura əsasən, deməli temperatur da artır. O zaman buradakı hadisə də olur, daha doğrusu buradakı proses də olur bizdə izobar qızma. İzobar qızmada da təbii ki, daxili enerjimiz artacaqdır. İkinci hissədə. Sonra nə qaldı? Ayrı variant. Qazın gördüyü iş müsbətdir, çünki H bərabərdir P delta V'dir. Buradan da əgər konsentrasiya azalırsa, deməli həcm artır. Həcm artırsa, təbii ki, qazın gördüyü iş də artacaqdır, yəni müsbət olacaqdır. Olur. Debəndə həmçinin daxili enerji üçündə o bərabərdir 2/3 V delta P düsturuna əsasən də biz görə bilərik ki, burada birinci hissə üçün, daha doğrusu bu üçüncü MK hissəsi üçün görürük ki, buradan əgər təzyiq sabitsə və həcm artırsa, deməli bizim daxili enerjimiz də artar. Yəni yenə də A bəndi ona uyğun gələcəkdir. Sonra keçirik 58-ci suala. Kütləsi 1 kiloqram olan tiricik maili müstəvinin təpə nöqtəsindən sərbəst buraxılır. Cismi KML trayektor üzrə hərəkət edərək yolun sonuna qoyulmuş yay ilə toqquşur. Toqquşma nəticəsində yay elastik deformasiya edərək sıxılır. K nöqtəsindən sərbəst buraxılmış bu cismin potensial enerjisinin yay maksimal sıxılan ana qədər hansı növ enerjiyə çevrildiyini yazın. Uyğun düsturlar yazmaqla cavabınızı əsaslandırın. Gəlin indi hissəsinə gedək. İlk olaraq gəlin bu K ilə nöqtəsinə baxaq. K nöqtəsində bu cisim sərbəst düşürsə, artıq burada bu cismin sürəti sıfırdır. Ona görə bu K nöqtəsində gəlin buradan yazaq. K hissəsində sürət sıfırdır deyə kinetik enerjimiz sıfırdır. O zaman kinetik enerji sıfırsa potensial enerjimiz elə tam enerji bərabərdir. İndi keçirik K M hissəsində. K M hissəsindən buraya yazaq. K M hissəsində görürük ki, hündürlük azalır. Hündürlük azalırsa, potensial bərabərdir. MJH düsturuna əsasən hündürlüyümüz azalırsa, deməli bizim potensial enerjimiz azalır. Y potensial azalır. Həmçinin potensial enerji azalırsa, Y tam bərabərdir
Y kinetik üzərinə gəlsin. Y potensialı əsasən buradan kinetiği biz tapsaq, Y tam çıxsın. Y potensial olacaqdır və tam enerji heç zaman dəyişmir deyə. Əgər potensial enerjimiz azalırsa, deməli buradan da görürük ki, bizim kinetik enerjimiz artacaqdır. Bu KM hissəsində. Burada yəni yaza bilər ki, Y potensial azalır, burada Y kinetiğimiz artacaqdır. Sonra gəlirik M elə qədər olan hissədə də, yəni lap olsun M nöqtəsi. Yaxşısı M nöqtəsini götürək. M nöqtəsində artıq burada cisim yer səthində olur. Yer səthində isə təbii ki, bizim potensial enerjimiz sıfıra bərabərdir. O zaman kinetik enerjimiz ilə tam enerjiyə bərabərdir. Geçirik indi ML hissəsinə. ML hissəsində burada artıq başlanğıcdakı cismin potensial enerjisi gəlir bu yayı sıxır. Yəni bu potensial enerji artıq gəlir burada yaya toxunanda çevrilir cismin potensial enerjisinə, daha doğrusu yayın potensial enerjisinə. Yəni burada artıq belə olur. Sonunda yəni gəlib bura toxunanda Y potensial, cismin potensial enerjisi bərabərdir. Yayın potensial enerjisinə çevrilir. Geçirik 59 nömrəli suala. Müəyyən hündürlükdən sərbəst düşən cismin 4-cü saniyənin sonunda impulsunun modulu 80 kg vurulsun metr bölünsün saniyə olarsa, bu cismin kütləsini hesablayın. Gəlin ilk olaraq biz impulsunun düsturunu yazaq. P bərabərdir M V. Burada bizdən M, yəni kütləni istəyir. P bölünsün V. Sərbəst düşürsə, biz bilirik ki, sərbəst düşmədə sürət bərabərdir JT ilə hesablanır. Düsturunu yerinə qoysaq, o da bərabərdir. İmpuls verib 80, J 10, zaman 4, o da bərabərdir 2 kg almış olaraq. 60 nömrəli məsələyə baxarıq. Verilmiş kütləli bir atomlu ideal qazın həcminin mütləq temperaturdan asılı qrafikinə əsasən onun daxil enerjisinin təzyiqdən asılı qrafikini çəkin. İlk olaraq gəlin biz 1-2 hissəsinə baxaq. 1-2 hissəsində görürük ki, həcmlə temperatur düz mütənasib asılıdır. Deməli bu o zaman izobar prosesdir və temperatur artır deyə bu olacaq izobar qızma və ya izobar genişlənmə fərqi yoxdur. 2-3 hissəsinə baxarıq. 2-3 hissəsində görürük ki, həcmimiz sabitdir. O zaman bu olur izobar proses və burada da temperatur artır deyə o da olacaq o zaman izobar qızma. Gəlin buna əsasən biz qrafik quraq. Deməli 1-2 hissəsində biz gördük ki, təzyiqimiz sabitdir. Təzyiq sabitdir. Yəni onu belə çəkəcək. Təzyiq yüksək çəkdim. Problem yoxdur. Deməli, təzyiqimiz sabitdir. O zaman və temperatur artırsa, deməli bizim daxili enerjimiz artacaq. Yəni oxun istiqaməti belə olur. Bu burada 1, 2 nöqtəsidir burada. Daha sonra ikinci proses izoxor prosesdir. Həcm sabitdir, temperatur artır. Və izoxor prosesdə temperatur artırsa, T-nin P-dən asılı qrafikinə əsasən həm təzyiq, həm temperatur artır. Daxili enerjidə bunlardan düz asılı olduğu üçün, temperaturun düz asılı olduğu üçün bu da artacaqdır. Yəni qrafik olaraq o zaman belə olacaq bu. Bu da olur 2-3 hissəsi və burada da yenə daxili enerjimiz artacaqdır. Bu da olur 2-3 hissəsi. Burada 2-3 hissəsi. İndi isə baxarıq 89-cu suala. Elastiki deformasiya olunmuş yayın maksimal sıxılmasını hesablayın. Bayaq da dediyimiz kimi burada enerjinin saxlanma qanununa əsasən başlanğıcda olan cismin potensial enerjisi sonunda çevrilir yayın potensial enerjisinə. Biz cismin potensial enerjisini bu hissədə yazaq. MGH ilə hesablayırıq. Yayın potensial enerjisini isə K delta X kvadratı bölünsün 2 ilə hesablayırıq. Buradan biz X kvadratını alsaq bərabərdir 2M MGH bölünsün K-ya. O da bərabərdir 2 vurulsun, kütləmiz 1 veribdir, vurulsun J'miz 10-dur, hündürlüyümüz 1-dir, bölünsün K-nı da 500 veribdir, 500-ü. Bu da bərabərdir 500-dən 20 ixtisar gedir, qalır 25-də 1. Buradan da delta X tapanda kök alırıq eləcək 5-də 1-ə, o da bərabərdir 0,2 metr və ya 20 santimetrə. Cavab olur 0,2 metr və ya 20 santimetr. Keçirik 90-cı suala. 0T1 zaman müddətində cismin KM trayektoriyası üzrə T1 T2 zaman müddətində isə ML trayektoriyası üzrə hərəkət etdiyini qəbul edərək K nöqtəsindən sərbəst buraxılmış bu cismin yayla toqquşma anına qədər kinetik enerjisinin zamandan asılılıq qrafikini çəkin. Gəlin, deməli birinci KM hissəsi üçün deyir. KM hissəsi üçün yazı baxaq görək kinetik enerjinin dəyişməsi necə olacaqdır. KM hissəsində artıq burada görürük ki, K-dan M-ə doğru bu cisim sürtünmə nəzərə alınmırsa, təcili hərəkət edir maili müstəvi üzrə. Maili müstəvi üzrə təcili hərəkət edirsə, biz V bərabər deyir, o zaman AT düsturundan istifadə edirik. Çünki cisim sərbəst düşür, başlanğıc sürət yoxdur, ona görə sürət AT-yə bərabər olur. Həmçinin yenə maili müstəvi olduğundan A-nın yerinə biz J vurulsun, sinüs alfa vurulsun T düsturundan istifadə edə bilərik. Buna əsasən biz kinetik enerjinin düsturunu yaza bilərik. Y kinetik bərabər deyir, MV kvadrat bölünsün 2, o da bərabərdir M vurulsun. Kvadrat olacağından A-nın kvadratı vurulsun, T-nin kvadratı bölünsün 2. Qayım hissəsini gördük ki, kinetik enerji zamandan kvadratik olaraq asılıdır. İndi keçirik ikinci hissəyə, yəni bizdə deyir ML hissəsi üçün. ML hissəsində artıq burada cisim düz xəttə bərabər sürətlə hərəkət edəcək. Çünki bu cisimə təsir edən əvəzləyici qüvvə 0-a bərabərdir. Buna əsasən biz yazsaq F əvəzləyici bərabərdir 0-a. Əgər əvəzləyici qüvvə 0-dırsa, yəni bu cismə təsir edən qüvvələr bir-birini tarazlaşdırırsa, o zaman burada cismin sürəti də sabitdir. Sürət sabit olduğundan kinetik enerjimiz də bizdən sabit olacaqdır. Həmçinin burada artıq potensial enerjinin hamısı bu ML hissəsində kinetik enerjiyə çevrildiyindən biz burada kinetik enerjinin maksimal qiymətini də tapa bilərik. O zaman potensiala əsasən yazsaq MGH-dan
Deməli, kütlə 1 idi, J10 hündürlük 1, o da bərabərdir 10 joule. Başlanğıcda burada olan potensial enerjinin maksimal qiyməti olan 10 joule, burada artıq gəlir, məsələn, tutaq ki, bu emer arasında olur kinetikin maksimal qiyməti, yəni o da olur 10 joule. Burada artıq potensial enerji sıfırdır. Ona görə potensial enerjinin hamısı keçir kinetik enerjiyə. Gəlin indi biz buna əsasən qrafiki qurmağa çalışaq. Bizdə kinetikin zamandan asılılıq qrafikini istəyək. Y kinetikdir, bu da zamandır. Maksimum qiyməti biz tapdıq ki 10 joule-dur. Bura 10 olsun və birinci hissədə bu kvadratik olaraq qalxır bura. 0 olsun. Yəni fərqli rənglə işarələyək ki, seçilsin. Bura olsun, məsələn, benim T1-imiz. Sonra T1, T2 arasında isə artıq düz xəttə bərabər sürətlə hərəkət etdiyindən kinetik enerjimiz dəyişməyəcəkdir. Olur burada T2. Hətta hərfləndirmə də edə bilərik. Deməli, birinci hissə. Bu hissə oldu bizdə KM hissəsi. KM. Bu hissə də oldu M-dən L-ə qədər olan hissə. İzlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm sizin üçün anlaşılandır. Hələlik.